Salam, hörmətli Aspoz istifadəçiləri. Bugün sizi Aspoz satış tətbiqimizdə mövcud olan istifadəçilər bölməsi ilə tanış edəcəm. İstifadəçilərə daxil olaq. Daxil olduqdan sonra qarşımızda belə bir bölmə açılır. Burada istifadəçilərimizin adlarını, onlarda hansı açılış ekranının açılacağını, qazanc endirim faizlərini görə bilirik. Bundan əlavə hər hansı bir istifadəçini silmək də mümkündür. Klik etdikdən sonra bəli seçimini edirik və həmin istifadəçi silinir. Yeni düyməsini seçim edək. Seçim etdikdən sonra ilk növbədə adı daxil etməliyik. Məsələn, Vüsal. Adı daxil etdikdən sonra parolu daxil edək. Məsələn, 1, 2, 3, 4, 5. Və açılış ekranı. Burada həmin istifadəçi tətbiqə daxil olduqda hansı tərəfin açılacağı görünür. Yəni, menyu yoxsa satış tərəf. Satış tərəf seçimini edək. Buradan qazanc faizi və endirim faizi də vermək mümkündür. Yaddaşı yaz sıxdıqdan sonra belə bir bölmə açılır. Bu bölmədə biz müxtəlif hüquqlar verə bilirik. Məsələn, həmin satıcının hansı hüquqları olsun? Təmizləmə, qaytarma, endirim, gözlət və s. Qarşısına klik etməklə bunları təyin edə bilirik. Əgər hamısını açıq qoymaq istəsək, toplu seçimini edirik. Sonra yaddaşa yaz vururuq. Yaddaşa yazdıqdan sonra həmin istifadəçi sistemimizə əlavə olunur.